AI IT biznes analitikanı əvəz edəcək yoxsa gücləndirəcək? IT biznes analitikin yetişməsi üçün həqiqətən təcrübə və zamana ehtiyac var. Sizcə kod bilmədən IT biznes analitikaya başlamaq nə qədər realdır? Əgər düzgün prompt yazmağı öyrənərsə bir IT BA öz işinə tətbiq edəcək, öz işini sürətləndirəcək. Hamıya salam. Bu gün çox aktual olan IT biznes analitika haqqında danışacağıq. Bizə çox suallar gəlirdi ki, bu sahəyə necə keçid edə bilərik? Maaşlar da developerlər qədər yüksəkdirmi? Kod yazmırıqmı doğrudan da? Qonağımız Kapital Bankda IT biznes analitika üzrə chapter lead və eyni zamanda Matrix Akademiyinin IT biznes analitika üzrə texniki baxışların aparılması üzrə mütəxəssisi Nərmin Sulxayevadır. Xoş gəlmisiniz Nərmin xanım. Xoş gördük. Sizcə Nərmin xanım, IT biznes analitik olmaq üçün hansı biliklər tələb olunur? Ümumiləşdirsək, analitik düşüncə qabiliyyəti, texniki arxitekturanı anlama bacarıqları və paralel olaraq texniki komanda ilə və bizneslə işləmə bacarıqları, bunlar ən önəmli bacarıqlar və biliklərdir. Sizcə kod bilmədən IT biznes analitikaya başlamaq nə qədər realdır? Hər hansısa bir kodlaşdırma dilini qəliz metodlar və funksiyalar yazacaq səviyyədə bilməyə ehtiyac yoxdur. Lakin texniki komanda ilə anlaşıqlı çalışmaq üçün bütün proqramlaşdırma dilləri üçün ortaq olan sintaksisləri, hansı ki, bunlar əsas operatorlardır. Bunları bilmək bəli önəmlidir. Çünki texniki layihələrdə ortaq dildə danışa bilmək çox önəmlidir. İnsanlar düşünür ki, IT biznes analitika proqramlaşdırma qədər məşhur deyil. Bəs siz nə düşünürsünüz Nərmin xanım? Deməzdim ki, məşhur deyil. Sadəcə hazırda hər hansı bir proqramlaşdırma dilini, sintaksini öyrənmək və qısa müddətdə tətbiq edib hər hansı bir proqram yazmaq daha əlçatandır. Lakin IT biznes analitika üçün analitik düşüncə qabiliyyəti çox önəmlidir. İkinci planda artıq alətlər gəlir. Bu baxımdan IT biznes analitikanı öyrənmək üçün təcrübə və zamana ehtiyac var. Bəs IT biznes analitika bu qədər məşhurdursa, niyə bu sahədə hələ də kadr boşluğu var? IT biznes analitikin yetişməsi üçün həqiqətən təcrübə və zamana ehtiyac var və əlavə olaraq IT biznes analitik olmaq üçün hansısa bir toolu, aləti öyrənmək kifayət eləmir. Texniki və biznes təfəkkürün sintezi bir şəxsdə formalaşması zaman tələb eləyir. Buna görə də bazarda hələ də keyfiyyətli kadrların yetişməsi üçün necə deyərlər, vaxta ehtiyac var. Deməzdim ki, yoxdur, kifayət qədər savadlı kadrlarımız mövcuddur, amma bu boşluqların da olması üçün bəli, zamana ehtiyac var hələ də. Maaşlar da developerlər qədər yüksəkdirmi? Açığı bazarda hər şirkətin, hər müəssisənin öz necə deyirlər dərəcələri mövcuddur və buna uyğun qiymətləndirmə prosesləri aparılır. Lakin qısaca bunu deyə bilərəm ki, keyfiyyətli kadra hər zaman ehtiyac var və tələbə görə təklif formalaşır və düşünmürəm ki, developerlərdən az qazanır IT BA-lər. Biznes analitika, IT biznes analitika və data analitika. Sizcə bunların arasındakı fərq nədir? Biz əsasən proseslər üzərindən çalışırıq və layihənin icra hissəsindəyik. Məndə olan məlumat çərçivəsində deyə bilərəm ki, biznes analitiklər daha çox data ilə çalışırlar və bazar araşdırması istiqamətində daha çox onlar fəaliyyətdədirlər. Burada əsas məsələ texniki və biznes komanda arasındakı əlaqəni təşkil etməkdir. IT biznes analitiklər əsasən proseslər üzərində çalışırlar. Layihənin icra hissəsindədirlər. Developerlərlə, testerlərlə, məhsul sahibləri ilə sıx əlaqədə çalışırlar. Lakin biznes analitika və data analitika müəyyən qədər prosesin öncəsi və sonrasında olan necə deyərlər pozisionlardır. Nümunə olaraq data analitiklər proseslər zamanı əldə olunmuş datalar üzərində modellərlə çalışaraq, həmin datalardan yola çıxaraq müəyyən addımlar atırlar. Biznes analitiklər isə əsasən layihələrin daha öncəsində nümunə olaraq bu məhsulun şirkətə gəlirliyi nə olacaq, bazar araşdırması edirlər və ya müəyyən qədər data analitikaya bənzəsə də yenə də prosesin icrası zamanı əldə olunmuş datalarla müştəri davranışlarını analiz edirlər və növbəti məhsulların seçilməsində biznes analitiklərin rolu yüksəkdir.
İnsanlar bəzən bu iki sahəni qarışdırır. Biznes analitika və IT biznes analitika. Kimlər hansı sahəyə yönəlsə daha yaxşı olar? İstəyərdim mən yenə bunu ITBA mövqeyindən cavablayım. Kimlərdə ki, kifayət qədər yaxşı kommunikasiya bacarıqları varsa, həm biznes yönümlü təfəkkürü inkişaf eləyib, həm texniki baxımdan öz üzərində çalışır. Bu insanlar məncə ITBA olmağa namizəddirlər. Çünki dediyim kimi texniki və biznes komandanın arasındakı körpü rolunu oynayır müəyyən qədər IT biznes analitiklər. Biznes analitiklər isə yəqin ki, daha çox kritika eləməyi bacaran, datalarla işləməyi bacaran insanlar ola bilərlər. AI IT biznes analitikanı əvəz edəcək yoxsa gücləndirəcək? AI bir alətdir və düşünürəm ki, bu alətdən düzgün istifadə edənlər təbii ki, güclənəcəklər, lakin dövrün standartları ilə uyğunlaşmayanlar zəif qalacaqlar. Alət dedikdə nəyi nəzərdə tuturam? IT biznes analitikın əsas belə deyək də istifadə gündəlik iş prosesində istifadə etdikləri diaqramlar qurmaqdır, flowlar çəkməkdir və müəyyən leveldə dokumentasiyalar hazırlamaqdır. Və belə deyək də son günlər çox eşitdiyimiz prompt yazmaq məsələsi var. Əgər düzgün prompt yazmağı öyrənərsə bir ITBA öz işinə tətbiq eləyəcək, öz işini sürətləndirəcək və necə deyirlər, tooldan düzgün istifadə etmiş olacaq. Dəyərli fikirləriniz üçün təşəkkür edirik Nərmin xanım. Mən təşəkkür edirəm, çox sağ olun. Matrix Akademiya olaraq tələbələrin IT biznes analitika üzrə həm nəzəri, həm də praktiki biliklər qazanmağına imkanlar yaradırıq. Bizi izləməkdə qalın.